بسم الله الرحمن الرحيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Allahumma salli ala Muhammedin və ali Muhammed. Salam əziz izləyicilər, hər birinizi bu mübarək ayda xoş gördük. Allah inşallah bu əzəmətli ayın ehtiramına bizi bağışlanmışlardan qərar versin inşallah. Bugün yenə də təfsir mövzularımız bəhs eləyir, davam eləyir. Bugünkü mövzumuz Sure-i Münafiqin, Münafiqun surəsinin inşallah təfsirinə başlayırıq. Ümumiyyətlə, Münafiqun surəsi hansı mövzulardan bəhs edir və bu surəni oxumağın nə kimi savabı və əhəmiyyəti vardır. Münafiqun surəsinə diqqət elədikdə bu surə Mədinədə nazil olub 11 ayədən ibarətdir. Və bu surə ümumiyyətlə bu 11 ayə ki, çox da deyil, bu 11 ayə ümumiyyətlə 4 mövzudan bəhs eləyir və bizi o mövzulara diqqət yetirməyimizə tövsiyə eləyir. Çünki deyərdim ki, bundan öncə biz keçən cələsələrimizdə Cümə surəsinin təfsirini dedik və Cümə namazına diqqət etdikdə görürük ki, həmişə birinci rükətdə Həmd surəsindən sonra Cümə surəsi oxumaq tövsiyə olunur. İkinci rükətdə isə belə deyək, Münafiqun surəsini oxumaq tövsiyə olunur. Bunun da səbəbi budur ki, bu cümə ki, ictimai, siyasi bir birlikdir, namazdır. Bununla yanaşı siz münafiqlərin də totiyələrinə diqqət eləyin. Və biz bu Münafiqun surəsinin mənalarına diqqət eləyəndə görürük ki, bəli, Cümə surəsindən sonra Münafiqun surəsinin oxunması cümə namazındakı tövsiyə olunub, heç də boş yerə deyildir. Çünki Münafiqun surəsinin bu 4 mənakıdan ki, bəhs eləyir. Birinci bundan ibarətdir ki, münafiqlərin nişanələrini bizə Allah Teala bu surədə tanıtdırır. Yəni, bizə bildirmək istəyir ki, onların dillə danışıqları, əməlləri, onların bir-birindən tutmur, siz onlara allanmayın. Və 10 nişanə, bu 11 ayədə 10 nişanəyə işarə eləyir ki, inşallah onu da gələn bəhslərimizdə qeyd edəcəyik ki, münafiqlərin ayələrdən istifadə olunaraq nişanələri nədir? İkinci budur ki, möminləri münafiqlərin totiyələrindən və həmişə onlara qarşı diqqətli olmaqlarından, onlara allanmamaqlarından agah eləyir. Möminləri deyir ki, heç vaxt onların zahirinə, onların o danışığına, onların o zahiri quruluşlarına allanmayın. Üçüncüsü, möminlərə deyir ki, heç vaxt münafiqlərə baxaraq dünya malına allanmayın, dünya məhəbbətinə allanmayın və dünya malı sizi qafil eləməsin, qəflətə salmasın. Dördüncü isə tövsiyə eləyir Allah yolunda infaq etməyə ki, öz qazandığınız mallardan bəhrələnin ki, qiyamət günü həsrət çəkməyin ki, ilahi, bəs bizim əlimizdə bu imkanat var idi, nə üçün biz onlardan istifadə eləyə bilməyəcəyik. Biz yenə də bəhs eləyəcəyik bu surədə, görürük ki, münafiqlər əllərində olan imkanatı möminləri yollarından çıxartmaq üçün, öz xəttlərindən, İslam xəttindən çıxartmaq üçün xərcləyirlər. Ona görə Allah tövsiyə eləyir ki, möminlərə sizi dünya malı və qazandığınız o mallar sizi qafil eləməsin. Amma bu surənin oxumağın fəziləti, tilavət etməyin fəziləti haqqında nə buyurulur, nə qeyd olunur. Həzrət Rəsulullah buyurur ki, Mən qərəə surətəl münafiqin bəriyə minən nifaq. Hər kim münafiqin surəsini oxuya, nifaqdan pak ola. Əlbəttə, bu oxunuş sadəcə zahiri oxunuşa aid deyil. Bu oxunuş təfəkkür və təəqqüllə oxunuşa aiddir.
Yəni insan oxunanda görə ki, bu 11 ayədə Allah münafiqlərin hansı hərəkətlərini irad eləyir ki, və buyurur ki, ya Resulallah, onlar sənə gəlsə, bağışlanmağını istəsələr, ya istəməsələr, mən onsuz da onları bağışlayan deyiləm. Hansı əməlləri səbəb oldu ki, Allah onları bağışlamaq istəmir. Və buna diqqət eləyə. Oxuyanda həqiqətən onda nifaqdan uzaq olur. Yox, sadəcə üzündən oxuyub keçməklə heç bir şey fərq etmir. Sadəcə o zaman oxunuş savabı insana aid olur. Və bu surənin fəziləti haqqında bu qədər kifayətdir. Keçək surənin özünün təfsirinə. Buyurur ki, ya Resulallah, İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə Rasulullah. Ya Resulallah, o zaman münafiqlər sənin yanına gələlər və deyələr ki, ya Resulallah, biz şəhadət veririk ki, sən Allahın Peyğəmbərisən. Vallahu ya'lemu innəkə lə Rasuluh. Həqiqətən Allah bilir ki, sən Allahın Rəsulusan, Allah özü göndərib. Vallahu yeşhədu innəl münafiqinə ləkazibun. Allah burada bilir ki, münafiqlər yalan deyirlər. Ümumiyyətlə, tarixə diqqət eləsək, münafiqlər nə zaman baş qaldırdılar? Harda meydana gəldilər? Demək olar ki, Məkkədə münafiqlər yox idi. Çünki Məkkədə İslam zəif idi, yeni gəlmişdi. Düşmənlər, müşriklər, bütpərəstlərin hücumları Peyğəmbərə çox olurdu. Amma Peyğəmbər Mədinəyə köç elədi. Mədinədə artıq hökumət ki quruldu, İslam hökuməti. Mədinədə Peyğəmbər kök saldı. O zaman münafiqlər baş qaldırdılar. Mömin cildində münafiqlər baş qaldırdılar. Təbii ki, hər bir inqilabdan sonra diqqət eləsək, görürük ki, o inqilaba qarşı çıxanlar var. O cümlədən Həzrəti Rəsulullahın qurduğu hökumətə, yaratdığı İslami hökumətə də münafiqlər baş qaldırdılar. Amma bununla yanaşı gördülər ki, Həzrəti Rəsulullahın qurduğu bu hökumət artıq kökü var, artıq əsli var, artıq vəhiy gətirən mələk Həzrət Cəbrail hər bir şeyi, Peyğəmbəri hər bir şeydən agah eləyir. Bunlar heç bir şey gizlədə bilmirlər. Başlarlar İslam donu altında gizlənməyə ki, ayə ona işarə eləyir ki, sənin yanına gəlirlər, deyirlər ki, ya Resulallah, həqiqətən biz şəhadət veririk, sən Allahın Rəsulusan. Allah buyurur, mən də bilirəm, sən Allahın Rəsulusan. Sadəcə münafiqlər yalan deyirlər, həqiqətən münafiqlər yalan deyirlər. Mən də bilirəm, onlar yalan deyir. Onlar da bilir ki, sözləri düzdür, amma etiqadları yoxdur sənin Rəsulullah olmağına ki, bundan agah ol ya Rəsulallah. Nifaq sözünün mənası nədən ibarətdir? Münafiq, nəfəqə, nəfq sözündəndir kökü. Adətən bunu məna eləyirlər. O deşiyə ki, insan və yaxud hər hansı bir heyvan sıxışdıqda o deşikdən onun çıxışı var. Məsələn, misal vururlar ki, çöl sıçanıdır, tülküdür, ümumiyyətlə kəltənkələz, susmar, bu kimi şeylər həmişə öz yer altında 2 dənə deşik özləri üçün saxlayırlar. Bir deşik onların gündəlik giriş çıxışlarıdır. O digər deşiyi bir özlərindən başqa heç kəs bilmir ki, qaçış zamanı artıq onlar qaçmağı o çıxışdan başlayırlar. Və nifaq, nəfəqənin bu cür mənası var ki, yer altı kanallarda qoyulan o 2 deşiyə deyirlər. Və burada da biz münafiqi adətən 2 üzlü adlandırırıq elə bu cəhətdən. Və bu ayələri də oxuduqca görəcək ki, həqiqətən münafiqlər 2 üzlüdülər. Münafiqləri tanımaq çox çətin idi. Çünki artıq cəmiyyətə birləşmişdilər, cəmiyyətə qoşulmuşdular artıq. Və ondan əlavə artıq bir cür cəmaata
birləşmişdilər, namaza da gəlirdilər, məsələn, məscidə də gəlirdilər. Heç kəs şübhə eləmirdi və o cəhətdən cəmiyyətin artıq bir ciddi bir üzvlə çevrilmişdilər və bu cəhətdən onları tanımaq çətin idi və Allah Teala onları sadəcə bu yollarla, bu sifət və xüsusiyyətlərlə başladı tanıtdırmağa. Və lazım olduqda onlar məsələn döyüş zamanı gəlirdi, deyirdilər ki, bizim şəraitimiz əl vermir məsələn biz döyüşə getməyə. Başlayırlar bir bəhanə ilə məsələn döyüşə getmirdilər və yaxud məsələn Məscid-i Zirar tikmişdilər Mədinədə ki, axırda Peyğəmbərin, Allahın əmri ilə Peyğəmbər göstərişi ilə o məscid dağıdıldı. Və deyirdilər ki, vallah, Allah, and olsun Allaha bizim bu məscidi tikməkdə xeyir niyyətimizdən başqa bir niyyətimiz yoxdur. Amma Allah yenə də başlayır agah etməyə.